Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Bakıda müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Oxu24.com-un məlumatına görə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bugün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rəy başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır. Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir. Nəticədə bəzi ərazilərdə su yığılması halları müşahidə edilir. Şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir. Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sosial yardımın alınması üçün müraciət zamanı tələb olunan sənədlər hansılardır? Oxu24.com sosial yardımla bağlı tələb olunan sənədləri təqdim edir. Bir yaşayış yeri üzrə rayon şəhər İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən ailə tərkibi haqqında arayış. 2. Həmin arayış əsasında notariat orqanı tərəfindən təsdiq edilmiş ərizə. Sosial yardım hansı müddətə təyin olunur? Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Müraciətin qeydə alınması hansı formada həyata keçirilir? Elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və təmsilçinin ərizə bəyannamədə qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş 3 gün müddətində göndərilir. 2026-cı il üçün ehtiyac meyarı nə qədərdir? 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilmişdir. Sosial yardımın alınması üçün müraciət etmiş ailənin maddi məişət şəraitinin müayinəsi hansı formada həyata keçirilir? Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin sosial yardım üzrə işçisi maddi məişət şəraitinin müayinəsini müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə təmsilçi yaşayış ünvanında olmadıqda, ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birini iştiraki olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VMTAS ötürür. Hansı hallarda sosial yardımın təyin olunmasından imtina edilir? Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir. Ərizə bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda, sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda, sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində Respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda, dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla, ailənin əmək qabiliyyətli, işləməyən üzvü nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin struktur bölməsi və ya DOST mərkəzi tərəfindən təklif olunmuş 2 münasib işdən imtina etdikdə, bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında bir aydan sonra baxılır. Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15% bərabər və ya ondan yuxarı olduqda, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Hava hücumundan müdafiə sistemləri gecə saatlarında Rusiyanın bölgələri üzərində 556 Ukrayna dronunu, o cümlədən Moskvaya yaxınlaşan 100-dən çox puanı məhv edib. Publika AS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti və Moskva meri Sergey Sobyanin məlumat verib. Uçuş təhlükəsizliyini təmin etmək üçün Şeremetyevo, Vnukovo, Domodedovo və Zhukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, 93 uçuş təxirə salınıb və Şeremetyevodan daha 2 uçuş Nijni Novgoroda yönləndirilib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva bölgəsindəki ən böyük dron hücumlarından biri nəticəsində 3 nəfərin öldüyünü və 5 nəfərin yaralandığını bildirib. Ximkidə dron şəxsi evə dəydikdən sonra bir qadın ölüb, daha bir nəfər isə dağıntılar altında qalıb. Mütişidəki Pogorelki kəndində isə vurulan dronun qalıqları tikilməkdə olan evin üzərinə düşüb və nəticədə 2 kişi ölüb. Sergey Sobyaninin sözlərinə görə, Moskva və Moskva ətrafı bölgədə baş verən dron hücumunda 12 nəfər yaralanıb. Həmçinin 3 yaşayış binasına və istehsalat zavoduna ziyan dəydiyi, tikinti işçilərinin xəsarət aldıqları bildirilir. Suriyada IŞİDin yenidən dirçəlməsi və hücumları artırması əsasən ölkədə Kürd faktorunu yenidən canlandırmaq və siyasi sabitliyin təmin olunmasına imkan verməmək məqsədi daşıyır. Bu planın arxasında İsrailin dayandığı, ölkənin Suriyaya açıq hərbi müdaxilə edə bilmədiyi üçün Kürd silahlı qruplarının fəaliyyətinin bərpa olunmasına çalışdığı qeyd olunur. Məsələni Nocoment azca şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrail sabit və təhlükəsiz Suriyanın inkişafında maraqlı deyil. Son aylar Suriyanın öz hərbi potensialını inkişaf etdirməsi, havadan müdafiə sistemləri qurması İsraildə həyəcanla qarşılanır. İsrail Süveyda bölgəsində druziləri silahlandırır. Bundan əlavə, şimal-şərqdə IŞİDi silahlandıraraq Suriya hökumət qüvvələrinə qarşı hücumları genişləndirir. Onun sözlərinə görə, Suriyanın güclənməsi və Türkiyənin burada artan siyasi mövqeyi İsraili narahat edən əsas faktordur. İsrail rəsmiləri vaxtaşırı Bəşər Əsədin İsrailə qarşı əməliyyatlara başlayacağı və Qolan təpələri ilə bağlı tələbləri irəli sürəcəyini qeyd edirlər. Məhz buna görə İsrail üçün Suriya potensial təhlükə kimi qəbul edilir. Qeyd edim ki, İsrailin IŞİD planı Kürd silahlılarının yenidən dirçəlişinə gətirib çıxarmayacaq. İsrail şimal-şərqdə Kürd və Süveyda bölgəsində duruzlara muxtariyyətin alınmasında maraqlıdır. Bununla zəif Dəməşq hökumətinə qarşı daima təzyiqlər etsin. Amma Suriyada Türkiyə və Avropa ölkələri Suriyanın parçalanmasına imkan verməyəcəklər. İsrail Müdafiə Ordusu Çaxal Livanın cənub bölgələrinə endirdiyi intensiv hava zərbələri nəticəsində mülki itkilərin sayı artmaqdadır. Hər iki tərəf hərbi əməliyyatların gedişatı və fəsadları barədə rəsmi məlumatlar yayıb. Nocoment az xəbər verir ki, İsrail ordusu həftə sonu Livanın cənubundakı müxtəlif nöqtələrdə Hizbullah qruplaşmasına məxsus təxminən 100 hərbi hədəfə aviazərbələr endirdiyini bəyan edib. Çaxalın rəsmi açıqlamasına görə, vurulan obyektlər arasında qruplaşmanın müşahidə məntəqələri, silah-sursat anbarları və İsrail hərbçilərinə qarşı hücumların hazırlanmasında istifadə olunduğu iddia edilən digər infrastruktur obyektləri var. Digər tərəfdən, Livan Səhiyyə Nazirliyi son 24 saat ərzində həyata keçirilən hücumların acı nəticələrini açıqlayıb. Rəsmi məlumata görə, İsrail aviasiyasının bombardmanları nəticəsində Livanda 18 nəfər həyatını itirib. 124 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bölgədə gərginliyin yüksək həddə qaldığı bildirilir.